Allah istəyir ki, sən ondan danışasan. Hər şeyi bir-bir etiraf edəsən. Dərdləşəsən Allahla. Və duanın qəbul olma şərtlərinin ən birincisi. Deyir, dua eləyən adam duanın qəbul olacağına inanmalıdır. İnşallah cümə xütbəmiz dua etmək haqqında olacaq, bağışlanma istəmək haqqında olacaq. Allah Taala'nın biz bəndələrdən istədiyi ona dua etməyimizdir. Onunla münacat etməyimizdir. Çünki hədislər buyurur ki, dua bəndənin Allaha möhtac olduğunu göstərir. Və buyurur, dua həm arzularımın, həm də istəklərimin həyata keçməyinə ən böyük vasitədir. Hədisdə gəlib, deyir, dua bəndənin Allahla ünsiyyət formasıdır, Allahla söhbət etməsidir, Allahla danışmasıdır. Dua qəlbə deyir, aramlıq gətirir, dua insanın ruhunu möhkəmləndirir və buyurur ki, dua etməklə İnsan övladının qəlbi yüngülləşir və insanda ki, nə qədər mənfi emosiyalar var, dua ilə deyir, onların hamısı insandan uzaqlaşır. İmam Cəfər Sadiq əleyhissalam buyurur hədisdə, deyir, dua eləyin. Çünki dua qədər sizi Allaha yaxınlaşdıran başqa böyük bir əməl yoxdur. Sizi Allaha yaxınlaşdıran ən böyük əməllərdən birincisi duadır. Və buyurur ki, duanı elə, duanı saxlamaq olmaz. Demək ki, iş işdən keçdi, day bitdi, day alınmaz, day qutardı, düzəlməsi mümkün deyil, deyir, bu sözləri heç vaxt işlətməyin. İmamın hədisidir. Duanı deyir, davamlı eləyin, israrla eləyin. Çünki deyir, Allahın yanında elə bir məqam var ki, o məqama insan yalnız dua etməklə çata bilər. Yalnız dua vasitəsilə sən o məqama yetişə bilərsən. Ona görə deyir ki, heç vaxt duanı saxlamayın. Baxın, bir nəfər gəlir İmam Baqir ağanın yanına, imama sual verir. Deyir, ən yaxşı ibadət hansıdır? Ən gözəl ibadət hansıdır? İmam cavab verir. Deyir, Allahın hökmündə olan bir şeyi Allahdan istəmək. Sonra buyurur. Deyir, bəs Allahı qəzəbləndirən o hansı əməldir? İmam buyurur. Allahın hökmündə olan şeyi Allahdan istəməmək. Allah deyir, bu zaman çox qəzəblənir. Baxın, hər bir şey Allahın əlindədir. Bizlər də möhtacıq. Niyə Allahdan istəmirik? Daha sonra hədis bizə buyurur, deyir, duanı davamlı elə. Bir çoxlarımız, əksəriyyətimiz, duanı nə vaxt eləyirik? Sıxıntı anında, dərdimiz olanda, problemimiz olanda Allah yadımıza düşür. Başlayırıq Allahla danışmağa, ya Rəbbim, filan sıxıntılarım var. Allahım, filan hacətlərim var, filan çətinliklərim var. Mənə kömək elə, məni bu vəziyyətdən çıxar. Amma imam deyir, yox. Deyir, Allah'a hər zaman yada sal. Xoş halında da yada sal, sıxıntılı halında da yada sal. Deyir, çünki dua təkcə problemdən qurtulmaq üçün deyil, sıxıntıdan qurtulmaq üçün deyil. Dua odur ki, Allah bizə nə qədər nemətlər verir. Dua budur ki, o nemətlərin şükrünü yerinə yetir. Allah deyir, bizə nə qədər nemətlər verir. Allaha dua elə ki, Allahın bu nemətləri, maddi, mənəvi nemətləri davamlı elə. Deyir, sonra Allaha dua elə ki, Allahım, sənin bu mömin bəndələrin var. Onlara dünya, axirət səadəti bəxş elə. Deyir, ona görə təkcə problem vaxtı yadınıza düşməsin dua. Duanı hər zaman eləyin. Səbəbi də var ha buna. İmam Cəfər Sadiq əleyhissalam buyurur. Deyir, hər kim ki, çətinlik anında, sıxıntı anında Allaha dua eləsə, onun duası deyir, işğallı olar. Bax ha, bunun səbəbinə var. Deyir, bunun səbəbi bilirsiniz nədir? Deyir, o duanın səsi mələklərə yad gələr. Deyir, amma kim ki, rahat, arxainli vaxtı, hər şeyi yerində olanda Allaha dua eləyir, Allaha şükür eləyir, Allaha bir çox sağ ol deyir. Deyir, çətinlik vaxtında da o şəxs Allaha çağıranda mələklər həmən şəxsin, həmən bəndənin səsi onlara tanışdır. Ona görə o dualar deyir, dərhal qəbul olur.
Tez qəbul olar. Ona görə bizə hədislər buyurur ha, təkcə çətinlik vaxtı qaçma o qapıya. Çətinlik vaxtı Allahı yad eləmə. Duanı davamlı elə. Xoş halında, gözəl günündə, xoş günündə də dualar elə. Və buyurur ki, dua edən zamanda qafil olma. Yəni, öz Rəbbini tanı. Birinci işimiz bu olsun ki, Allahımızı tanıyaq. Allah qarşısında nə borclarımız var, nə məsuliyyətlərimiz var. Bunları deyir, dərk elə. Və onları yerinə yetirməyə çalış. Həzrəti Peyğəmbər buyurur. Deyir, bir şəxs ki, Allaha qəflət içində olsa, o şəxsin duasını Allah qəbul eləməz. Yəni, o üzr istəmə sözüm elə. O kör-körana dua deyirlər, ha, kör-körana istəmək. Budur Həzrəti Peyğəmbər hədisi. Deyir, sən əgər Allahdan qəflətdəsənsə, öz Rəbbini tanımırsansa, sənin duan mümkün deyil ki, qəbul olsun. Deyir, birinci öz Allahını tanı, öz öhdəliklərini bil. Və deyir, dua edən zaman öz istəyini Allaha ətraflı şəkildə çatdır. İmam Sadiq ağanın hədisidir. Deyir, həqiqətən Allah sənin ehtiyacını da, sənin istədiyini də yaxşı bilir. Allah bizim qəlblərimizdən xəbərdardır. Nə istəyirik, nə ehtiyacımız var, nə problemimiz var, hamısını Allah Teala bilir. Deyir, amma Allahın xoşu gəlir ki, insan övladı öz ehtiyaclarını dilə gətirsin. Dilə gətirib Allahdan istəsin. Hər şeyi deyir, Allaha danışsın, Allahın bundan xoşu gəlir. Biz bəzən deyirik, Allah qəlbimdən xəbərdardır da. Allah bilir də, durun mən bir danışım, bəli. Allah bilir. İmam da deyir ki, sən danış, çünki Allah özü istəyir. Allah istəyir ki, sən ondan danışasan. Hər şeyi bir etiraf eləyəsən. Dərdləşəsən Allahla. Və duanın qəbul olma şərtlərinin ən birincisi. Deyir, dua eləyən adam duanın qəbul olacağına inanmalıdır. Bir balaca da olsun içimizdə şək şübhə olmasın ki, mən bu duanı eləyirəm, birdən Allah qəbul eləməz. Bu şək qəlbdə olmamalıdır. Çünki deyir, bir insan ki, şək halında dua eləsə, o dua heç bir zaman qəbul olmaz. İstəyirsən, o duanın bütün şərtləri var, onun hamısını yerinə yetir. Qəlbdə bir balaca şək varsa, mümkün deyil ki, Allah sənin duanı qəbul etsin. Deyir, istəyirsən, duan qəbul olsun, bir dənə buna pənaha var. Çünki mənim Allahdan başqa heç kimim yoxdur. Mənim başqa pənah yerim yoxdur. Mənim Allahdan başqa qapım yoxdur. Gəlmişəm Allahın qapısına və tam yəqinliklə bilirəm. Mən Allahdan istəyəcəm, Allah mənim hazretlərimi verəcək. Buna inanaraq deyir elə. Həzrət Peyğəmbər buyurur, hədis-i qudsidə deyir, Allah Teala belə buyurur. Deyir, hər kim ki, mənə dua edərkən, xeyir və şərin mənim əlimdə olduğunu dərk etsə, Allah buyurur ki, mən onun duasını qəbul edəcəm. Sonra İmam Cəfər Sadiq ağa buyurur. Deyir, dua eləyərkən, elə zənn elə ki, sənin istədiyini sənin qapıva gətiriblər. Bu cür dua elə Allaha. Yəni, mən Allahdan istəyirəm ki, Allahım, məsələn də, bir çətinliyim var, bir problemim var, bir xəstəm var, ya Rəbbim. Səndən istəyirəm ki, mənim o xəstəmə şəfa ver. Deyir, bu duanı eləyirsən, sanki xəstən şəfa tapdı. Bunu düşünərək elə. Deyir, belə halda Allah duanı dərhal qəbul edir. Niyə? Hədis-i qudsi oxudu, xeyir və şərrə yəqinliyi var. Sənin Allah qarşısında xeyrə yəqinliyin olsa əgər, Allah Teala mütləq o xeyri sənə nəsib edəcək. Onu öyle deyir. Deyir, dua ki eləyirsən, tam yəqin ol ki, mənim bu duam qəbul oldu və Allah mənim bu istədiyimi mənə nəsib edəcək. Tam yəqinliklə. Belə hallarda deyir, insanın mütləq duası qəbul olur. Və deyir, dua eləyərkən də heç bir vaxt ümidi bitirmə. Dua gecişə bilir. O səbəbini də deyəcəm. Dua eləyəndə ümidi bitirmə. Təkidlə, davamlı şəkildə duavı elə. İmam Sadiq ağadır, hədisdə buyurur. Deyir, vallah, öz ehtiyacını ödəmək üçün Allahın dərgahında israrla dua edən elə bir adam yoxdur ki, Allah onun duasını qəbul eləməsin. İmam and içdi. İsrarla, deyir, Allahın qapısında israrla ondan istəyin. Tez qaçmayın, tez çəkilməyin. Davamlı istəyin ki, ya Rəbbim, sən mənim bu hazətimi ver.
Deyirsən bu cürünə davam eləsən, imam deyir, vallahi, billahi sənin hacətini Allah verəcək. Sonra deyir, dua eləyənin işi, peşəsi halal olmalıdır. Haram yeyən şəxs, haram işlə məşğul olan şəxsin Allah deyir, duasını qəbul eləməz. Haramla yaşayanın duası deyir, Allah tərəfindən rədd olunur. İmam Cəfər Sadiq əleyhissalam hədisidir. Deyir, hər kim ki istəyir duası qəbul olsun, işini, peşəsini təmizləsin, halal eləsin. Yeməyinə fikir versin. Bir nəfər Həzrəti Peyğəmbərdən soruşdu. Dedi ki, ya Rəsulallah, mən neynim ki, mənim dualarım qəbul olsun? Həzrət buyurdu ki, yeməyi pak elə və imkan vermə ki, sənin mədəvə haram tikə daxil olsun. Əgər deyir, bu kişiyə diqqət etsən, mütləq Allah sənin dualarını qəbul edir. Ən çox sual verirlər, duamız niyə qəbul olunur? 2 dənə açıqlama deyəcəm hədislə. Deyir, bəzən, bu bizim hamımızın bildiyi də, bəzən deyir, biz Allahdan istəyirik ki, ya Rəbbim, indi dünyaya bağlı insanlarıq da, Allah'ım bu hacətimi ver. Deyir, biz düşünürük ki, bizim üçün xeyirlidir, amma Allah üçün agahdır ki, o bizim ziyanımıza olacaq. Sadəcə biz bunu başa düşmürük. Ona görə Allah Teala o hacətimizi vermir. Onun əvəzində deyir, bizə daha da xeyirlisini verir. İkinci cavabı İmam Sadiq ağa buyurur. Deyir, Allah Teala buyurub ki, ey mənim bəndələrim, mənim əhdimə vəfa eləyin ki, mən də sizin əhdinizə vəfa eləyim. İmam buyurur ki, Allaha and olsun ki, əgər sizlər Allahın əhdinə vəfa etsəz, Allah da sizin əhdinizə vəfa eləyəcək. Sizin hacətlərinizi verəcək. İndi özümüzə sual verək. Biz Allahın əhdinə vəfa eləyirik. Allahın nə qədər buyurduqları var, nə qədər bizdən istədikləri var, nə qədər qayda qanunları var, nə qədər halalları var, nə qədər haramları var. Hamısı Allahın əhdləridir. Ona vəfa eləyirik. Halallara riayət eləyib, haramdan uzaqlaşırıq. Biz bunları eləməyə Allaha üsyan edirik ki, Allahım, niyə hacətimi vermirsən? Allahım, niyə duamı qəbul eləmirsən? Allah Quran-ı Kərimdə and etsin ki, sən mənim əhdimə vəfa elə, mən də sənin əhdimə vəfa eləyim. Biz o əhdə qarşı vəfasızlıq eləyirik. Bununla bərabər Allaha qarşı yenə də üsyan eləyirik. Həzrəti Peyğəmbərdən də hədis deyir, Allahı çağırın. Allahı çox çağırın. Və istəyirsiniz ki, duanız qəbul olsun, duanın yerinə yetəcəyinə yəqinliyiniz olsun. Sonra buyurur. Deyir, bir kəs ki, bu da hədisi inşallah bunu deyim bitirəm, deyir, bir kəs ki, əlini Allah dərgahına açar. Əgər qəlbində bu duanın qəbul olacağına ümidi yoxdursa, deyir, o şəxs heç bir zaman nəticə almayacaq. Sonra Həzrəti Peyğəmbər bunun misalını deyir. Deyir, bu bilirsiniz nəyə bənzəyir? Deyir, susuz bir insandır, səhrada dəniz axtarır. Səhrada dəniz olmaz ki. İndi sən də Allaha əl açıbsan ki, ya Rəbbim, mənim hacətimi ver, qəlbində də imanın yoxdur. İnamın da yox ki, mənim bu hacətimi görəsən, qəbul olar, yoxsa yox. Şəklə gedibsən. Deyir, o cürünə Allahın qapısına Həzrəti Peyğəmbər buyurur, getməyin. Odur ki, istəyirsən ki, duan qəbul olsun, duavın qəbul olacağına yəqinliyin olsun. İnamın olsun, imanın olsun ki, Allah mənim duamı qəbul edəcək, işivi, peşəvi halal elə, haramdan uzaq ol, qoyma ki, mədəvə haram geçsin. Əgər deyir, bunlara riayət eləsən, Allah Teala sənin dualarını qəbul edəcək.